Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizə bol tərəvəzli, badımcanla çox ləzzətli bir ətli yemək hazırlayacağım. O qədər ləzzətlidir ki, mütləq videonun sonundakı izləyin, keçək hazırlanmasına. Mən yeməyimiz üçün 500 qram dana əti və 100 qram da quyruğundan istifadə etdim. Əvvəlcə 100 qram quyruğu doğrayıb qazana əlavə edirəm və gür odda biraz gördüyünüz kimi qarışdırıram. Çox az yağı çıxdıqdan sonra üzərinə 100 qram kərə yağı əlavə edirəm və yağla birlikdə də quyruğu qarışdıraraq bir qədər qovururuq. Bu yeməyi həm dana əti ilə, həm quzu əti ilə hazırlaya bilərsiniz. Qeyd etdiyim kimi mən dana əti ilə hazırladım, əti doğradım, təmiz-təmiz yudum və aş süzənə əlavə etdim ki, suyu tamamilə süzülsün. Yəni ətin canında su qalmasın ki, çox sulanmasın. Və quyruğun üzərinə əlavə edirik. Ətlə birlikdə də bunları yaxşı-yaxşı tez-tez gür odda qarışdırırıq ki, ət öz kəfini salmasın. Yəni bir növ əti möhürləyirik. Əti yuduqdan sonra, doğradıqdan sonra mütləq bir aş süzənə əlavə edin ki, suyu tamamilə çəkilsin. Tərkibində suyu qalmasın ki, ət çox sulanmasın. Amma nə qədər süzsək belə əti, yəni suyu çəkilsə belə az da olsa biraz belə sulanması olur. Həmin o öz şirəsinin, yəni suyunun çəkilməyini gözləyirəm. Görürsüz, tam yağa düşənə qədər üstü açıq, yəni qapağı açıq vəziyyətdə belə qarışdırıram. Daha sonra isə əvvəlcədən doğradığım xırda-xırda soğanı, 2 baş soğanı içərisinə əlavə edirəm. 2 orta boy soğan götürürük, xırda-xırda doğrayırıq və əlavə edirik ətin üzərinə. Ətlə birlikdə də soğanla biraz qovururuq. Soğanın tam qızarmasını gözləmək lazım deyil. Biraz yəni soğan ölənə qədər, rəngi dəyişənə qədər qovururuq. Kərə yağı yanmasın deyə ona görə 1 yemək qaşığı da duru yağ, qarğıdalı yağı əlavə edirəm. Və ara bir qarışdıraraq soğanla əti qovururuq. Dəyərli izləyicilərim, bu arada kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Əgər kanalıma yeni qoşulmusunuzsa, yeni abunə olmusunuzsa, abunə olduqdan sonra mütləq yuxarıda bildirişləri açmağı unutmayın ki, hər dəfə paylaşdığım yeni videolardan xəbərdar olasınız. Burada artıq tam olaraq ət soğanla birlikdə qovuruldu. Soğan öldü, biraz rəngi dəyişdikdən sonra 2 ədəd iri pomidorun qabıqlarını soyuram, xırda-xırda doğrayıb üzərinə əlavə edirəm və 1 çay qaşığı da özüm evdə hazırladığım, bişirdiyim tomatdan əlavə edirəm içərisinə və yaxşıca bunları qarışdırıram. Qarışdırdıqdan sonra mütləq gözləmək lazımdır ki, baxın görürsüz, tam olaraq pomidoru da bişsin içərisində və belə qəşəng rəngi dəyişir. Daha sonra isə dana əti biraz gec bişən olduğu üçün mən üzərinə çaydandan qaynaya-qaynaya 2 stəkan su əlavə edirəm. Əgər siz quzu ətindən, qoyun ətindən, yəni tez bişən ətdən istifadə etsəniz, onda 1 stəkan su əlavə etməyiniz yetərli olacaq. Daha sonra isə qarışdırırıq. Gördüyünüz kimi hələ duz əlavə etməmişəm. Qapağını üzərinə qoyub vam odda ət yumşalana qədər bişiririk. Və bu arada isə tərəvəzləri hazırlayırıq. Tərəvəzlər üçün də bizə lazımdır 3 ədəd iri ölçüdə badımcan götürmüşəm. Mütləq ətli badımcanlardan istifadə edin. 2 ədəd iri ölçüdə qırmızı şirin balqar bibərdir və 2 ədəd də acı bibərdən istifadə edəcəm. Bibərlərin tumunu təmizlədikdən sonra gördüyünüz şəkildə çox xırda olmamaq şərti ilə doğrayırıq. Və listə mütləq bir dənə yağlı kağız sərin və bu tərəvəzlərin hamısını doğrayın, əlavə edin listin içərisinə. Amma artıq demək olar ki, badımcanlar tumlu olduğu üçün, az da olsa acılıqları olduğu üçün mən mütləq badımcanları duzlu suda saxlamağı məsləhət görürəm. Bir yarım saat duzlu suda saxlayın, daha sonra isə istifadə edin. Gördüyünüz kimi şirin balqar bibərlərini doğradım. Daha sonra isə acı bibərlərin də sadəcə baş hissəsini kəsirəm və iri ölçüdə doğrayıram. Siz də mütləq çox xırda, incə olmamaq şərti ilə bu cür biraz iri-iri doğrayın ki, yeməyin də içərisində bu cür doğrayanda gözəl görünür. Görürsünüz, baxın, tumlarını da çox təmizləmirəm. Sadəcə baş hissələrini, acı bibərləri kəsirəm və iri şəkildə doğrayıram. Badımcanları da qeyd etdiyim kimi seçərkən, alarkən mütləq çalışın ki, ətli badımcanlar alın. Mən 3 ədəd badımcandan istifadə etdim. Siz hətta 4 ədəd də badımcandan istifadə edə bilərsiniz. Amma iri badımcan götürsəniz, elə 3 ədəd bəs edəcək. Və qabıqların tam soymuram. Zolaqvari olmaq şərti ilə qabıqlarını soyuram. Soyduqdan sonra yenə də gördüyünüz şəkildə iri-iri doğrayıram. Yəni çox xırda doğramayın. Gördüyünüz kimi baxın belə ortadan 2 yerə bölürəm.
və hər böldüyüm hissəni də yenə də 2 yerə bölərək bu formada uzun sov şəkildə doğrayıram və bunları duzlu suda bir yarım saat gözlədirəm ki, acılığı varsa həmin acılıq çıxsın. Suyu da gözə yarı olaraq götürmüşəm. İçərisinə 1 yemək qaşığı duz əlavə etdim və doğradığım badımcanları da içərisinə əlavə edirəm. Və üzərinə bir boşqab yerləşdirib bir yarım saat, saata baxın yarım saat gözləsəniz, yəni bəs edəcək. Yarım saat badımcanları duzlu suda gözlədirəm. Yarım saat keçdikdən sonra badımcanları götürürəm, həmin bu acı suyunu atıram və badımcanları 1-2 dəfə də təmiz-təmiz yuyuram, aş süzənə əlavə edirəm və götürürəm əlimlə təmiz-təmiz sıxıram ki, tərkibində suyu qalmasın. Bunları da listin içərisinə digər tərəvəzlərin üzərinə əlavə edirəm. Hazırlaması o qədər rahat, o qədər asandır ki, dadı da həqiqətən də möhtəşəm bir yeməkdir. Yəni çox ləzzətlidir. Hətta qonaqlıq süfrələrinə belə bu yeməyi hazırlamağınızı şiddətlə tövsiyə edirəm, mütləq hazırlayın. Hər kəs sizdən bunun hazırlamasını, reseptini soruşacaq, yəni əmin ola bilərsiniz. Üzərinə də biraz gözə yarı olaraq hardasa bir 2 yemək qaşığı qarğıdalı yağı, yəni duru yağ əlavə edirəm. Belə edirəm ki, qızaranda qəşəng qızarsınlar və yaxşı-yaxşı bunları, tərəvəzləri qarışdırıram ki, duru yağ hər tərəfinə yayılsın. Daha sonra isə tərəvəzləri görürsünüz listə yayıram və öncədən isidilmiş 230-250 dərəcəlik sobada yüksək dərəcədə bir hardasa 20 dəqiqə, 25 dəqiqə müddətində bişirib götürürəm. Yəni hər kəs öz sobasından dərəcəsini bilir. Yüksək dərəcədə bişirin. Bir 20-25 dəqiqə bişir. Gördüyünüz kimi qəşəng qızarır, götürürük. Qətiyyən əzilmir tərəvəzlər. Və yeməyimizin də qapağını açırıq. Baxırıq ki, əti yoxlamaq lazımdır. Yəni ət tam yumşalıb və demək olar ki, suyu çəkilib. Sadəcə pomidorların suyu qalıb. Bu cür olduqda içərisinə son olaraq 3 ədəd də qabığı soyulmuş pomidoru xırda-xırda doğrayıb əlavə edirik və 3-4 diş zövqə görə sarımsaq doğrayıb içərisinə əlavə edirik. Bir də qızartdığımız, bu sobada qızartdığımız tərəvəzləri də içərisinə əlavə edib, üzərinə də tam dolu olmayan 1 çay qaşığı zövqə görə, ağız dadına görə duz əlavə edib, yeməyi bir dəfə qarışdırıram. Yəni gedib gəlib yeməyi qarışdırmaq lazım deyil ki, tərəvəzlər əzilməsin. Görsünüz sobada necə gözəl qəşəng bişiblər. Yəni həm qızarıblar, qəşəng bir qədər də yumşalıblar. Tərəvəzlər dəndəndir. Ona görə gedib gəlib qarışdırmaq lazım deyil ki, əzilməsinlər. Sadəcə bir dəfə yaxşı-yaxşı qarışdırıram və qapağı üzərinə yerləşdirib az odda, yəni vam odda hardasa bir 20 dəqiqə yeməyi bişirib ocaqdan götürürəm. Və arada qarışdırmaq istəsəniz, sadəcə 2 dəfə belə qazanı tərpədə bilərsiniz. Və artıq demək olar ki, yeməyimiz hazırdır. Yeməyin hazır olmasını da bu cür bilirsiniz. Demək, yeməyin yağı üzərinə çıxıbsa, demək artıq yeməyimiz hazırdır. Tam olaraq da qurutmuram. Biraz, çox az pomidorun yəni suyunu demək olar ki, saxlayıram. Yəni çörək batırıb yeyəndə həqiqətən də ləzzət eləyir. Ona görə də siz də tam olaraq qurutmayın. Gördüyünüz kimi görürsünüz, rəngarəng, çox gözəl, iştahlı, çox ləzzətli bir yemək alınır. Ümumilikdə bu yemək üçün mən 5 ədəd iri ölçüdə pomidordan istifadə etdim. Gördüyünüz kimi tərəvəzlərin, ətin gözəl bişməsinə baxmayaraq qətiyyən əzilməyiblər tərəvəzləri. Hamısı çox gözəl dəndən qalıblar. Görünüşü kimi inanın ki, dadı da o qədər ləzzətlidir ki. Onu da qeyd edim ki, siz istəsəniz, yəni quyruq sevməyənlər quyruq istifadə etməyə bilər. Sadəcə mən dana ətindən istifadə etdiyimə görə bir qədər də quzu quyruğundan istifadə etdim ki, yeməyim daha da ləzzətli alınsın. Amma dana əti ilə yanaşı olaraq quzu ətindən, yenə də qeyd edirəm, hətta qoyun əti ilə də bu yeməyi hazırlaya bilərsiniz. İnanın ki, çox ləzzətli alınır. Bu yeməyi yeyən hər kəs sizdən bu yeməyin reseptini, hazırlamasını mütləq soruşacaq. Mütləq sizlər də hazırlayın, videonu yaddaşa verin ki, itirməyəsiniz. Göz haqqınızı halal edin. Bura qədər videomu izləyib, bəyənən, rəylərdə hər zaman xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Yeni videolarda görüşmək ümidilə sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.